Salam, gəlin loqaritmaya aid bir tənliyin izahını çəkirəm sizin üçün. Siz də baxın və öyrənin. Deməli, bizə belə bir tənlik verib, x çıxılsın 1, loqaritma deməli 10 əsaslandı. Əldə bilirik ki, loqaritma 10 əsaslandı. 3x çıxılsın 11 bərabərdir 0. Hasil nə zaman 0 olar? Vurduqların biri və ya hər ikisi 0 olduqda. Deməli, birinci götürürəm. X çıxılsın 1 bərabərdir 0, x bərabərdir 1. Digər tərəfdən loqaritmanı həll edirəm. Bu loqaritma 10 əsasından 3x çıxılsın 11 bərabərdir 0. 3x çıxılsın 11 bərabərdir 1. 3x 12, x bərabərdir 4. Deməli, bir tərəfdən də loqaritma içərisindəki ifadə bilirik ki, 0-dan böyük olmalıdır. Yəni 3x böyükdür 11, x da böyükdür 11 bölünsün 3. Yəni x böyükdür 3/3'də 2. Və buradan aldığımız bir kökü olacaq kənar kök. Yəni bir kök mənim həllim olmayacaq. Deməli, tənliyin həlli yalnız 4 olacaq. X bərabərdir 4.